Mən düşünürəm ki, bu ancaq Azərbaycan toylarındadır. Uğurluqlar başa alıb gedir. Təsəvvürə gətirin ki, dəhşətdir də, düzdür. Mən şok yaşadım. Masanın üzərinə atılmış, örtülmüş örtüyü gördünüz də necə belə parçaladı. Nə var onun arasına bir balaca toyuq qoyacaq, bir dənə nə bilim lülə qoyacaq, bir kebab qoyacaq. Təsəvvürə gətirin ki, mədəniyyətsizliyin pik nöqtəsidir də. Demək, toydan 10 manat, 20 manat, nə bilim, lap 50 manat nəmər qoyub ora, mütləq evə nəsə aparmalıdır. Özünüz gördünüz də biabırçılıq, ancaq biabırçılıq. Sara Səfra bunlara nə desin?